Edirik ve öz tarihimizin qədimliyindən, 100 engelik dövründən, müasir dövrə qədər Beyləqanın həyat, insanların yaşam tərzi, məşğuliyyəti, tarixi, dünya görüş haqqında ətraflı məlumat verməyə çalışırıq. Mən özümü xoşbəxt sayıram ki, bugün Azərbaycan xalqının gələcəyi olan gəncz nəslin yetişməsində, milli mənəvi ortaya yetişməsində, tarixinin təbliğ olunmasında, əgər bir fayda olsa, eğer rol oynayabilirəmsə, bunu özü üçün fərqli sayıram. Çox sağ olun, minnətdarım. Əziz Beyləqanlılar, bir insan öz yaşayış məkanının gözəlliyi yetərincə duyulur. Çünki hər gün görür. Bir insan öz ətrafında olan insanların gözəlliyini duyulur. Ancaq biz qonaq qismində, əslində mən qonaq deyiləm, mən Murtuluyam. Beyləqan cəmaatı bilirsiniz, dəvəsi Murtulu cəmaatı. Elə bir tərəfi Beyləqanlıdır. Rayonumuz çox gözəldir, həqiqətən gözəldir, yaraşıqlıdır, abaddır. Gələndə o, Peyğəmbərdən bəri o şəhidlərin şəkillərini görəndə bir insan kimi adam qürur duyur ki, belə məktəbimiz daha gözəl. Bax, belə məktəblərdə var, Bakı məktəblərlə müqayisə olunan bir məktəbdir. İnsanlarınız, sizləriniz, hamınızın sevmanızdan nur yağır. Məktəbdə eşitim apardı, peyolmuşaqdır deyin. Çox gözəl. Əziyyət çəkdiniz, var olun, təşəkkür edirəm. Və o cümlədən Beyləqan dəyərli insanlarla həmişə seçilib, sayılıb, o ziyalarla. Belə ziyalardan biri Raqub Budaqlı altıncı olmuşum. Mən 10'da oxuyanda Raqub Budaqlı 11-ci sinifdə oxuyur. Talihiyə gətirib ki, dost olmuşum. Bir kənddən. İndi Raqub Beyləqanda yaşayır, mən İmişdə yaşayıram. Ancaq dostluğumuz əvvəlidir. Yəni, Raqub Beyləqanın əsl ağsaqqallarından biridir. Söz sahibidir, yazısıdır. Onun gözəl ailə nəvələri var, paylaşır, universitetlər o, adam qürur duyur. Yəni, belə bir rayonun mənim tanıdığım adamı görəndə, məsələn, dostluq eləmişəm, sinif bir dövrdə oxumuşum, ona görə də mən istərəm ki, Raqub müəllimin də, yəni bizi daha yaxından tanıyan adam kimi Raqub müəllimin də bir rəzümlərini işlək. Salamlayıram sizin hər birinizi. Bu günlərim ən gözəl gündür ki, Beyləqan torpağında, qədim Beyləqan torpağında, Peyğəmbər torpağında siz kimi gözəl qonaqları biz qarşılayırıq. Biz qürur hiss ediyoruz. Bəli, Beyləqan öz qədimliyinə görə Azərbaycan tarixində özünə siyahıda birinci yerlərdə tutmuş bir şəhər oldu. İndi əhatəsində olan və Nil Muğanı və Qarabağı öz əhatəsində birləşdirən bu ərazidə böyük Beyləqan şəhəri olur. Beyləqan şəhəri ta İraqdan, İrandan və gəlib Kərvan yolu üstündə tikilən bir şəhər olub ki, bundan sonra Bərzə və Orta Asiya, Qafqaza çıxış olubdur. Və mən Beyləqan haqqında yoldaşlar, tarixçilər danışdılar, kifayət qədər mən bundan demək istəmirəm. Və mən bu kitabın qayıdış kitabının İctimai Birliyinin yaranmasından və onun yaradıcısından danışmaq istəyirəm. Allah rəhmət eləsin, Səxavət müəllimin qardaşı Hasır müəllim, bəli, Səxavət müəllim düz dedi, bir kənddə doğulmuşuq, bir kənddə böyümüşük. Düzdür, biz 74-cü il orta məktəbi qutarandan sonra yolumuz düşdü məktəbə, sonra təyinat bura və başqa biz ayrıldıq. Amma İmişli, Beyləqan fərqi yoxdur. Nil, Muğan, Qarabağ hamısı bizimdir və bizim vətənimizlə harada istəsək orada yaşaya bilərik. Və Hasır müəllim uşaqlığından tanıyır. Uşaqlığından tanıyır ki, bizdən 3-4 il aşağı oxuyurdu. Çalışqan, gözəl, tərbiyəli, istedadlı və həyatda kifayət qədər özünə yol seçən, kifayət qədər hörmət qazanan bir şəxsiyyət idi. Hasır müəllimin yaradıcılığından mən tanış olurdum əvvəlcə
mədəniyyət sahəsində çalışdı və kifayət qədər də iz qoydu, tanındı. Və onun demək olar ki, tövsiyələri, onun ideyaları bir gün həyata keçirsə və bu günlərin Beyləqanda bu ictimai birliyinin tədbiri keçirilirsə, bəli, deməli, Hasib müəllimin ruhu şaddır. Mən ümid edirəm ki, bu ideya dayanmayacaq. Hasib müəllimin qoyduğu bir iz, yaratdığı bu cəmiyyət bir inkişaf edəcək, tərəqqiyə doğru gedəcək. Hər birinizə minnətdarımı bildirirəm, siz qonaqların hər birinizə minnətdarımı bildirirəm. Bəli, tarix bizim yandaşlarla biz ədəbiyyatçı olsaq da, amma tarixi bilməliyik və bu günlərin demək olar ki, burada bu tədbirin keçirilməsini mən bir gün qabağa bilsəydim əgər, Beyləqan tarixçilər bilirlər, Beyləqan tarixini yazan Atif Cəfərli 5 il bundan qabaq Karmada rəhmətə getdi. Çox gözəl bir onun çox dəyərli əsərləri var Beyləqan haqqında, Öyrənqalı haqqında və bugün də xatırlayırıq, Beyləqan deyəndə Asif Cəfərli yada düşür. Asif Cəfərli deyəndə Beyləqan yada düşür. Allah rəhmət eləsə, ruhu şad olsun, həm Asif Cəfərlinin, həm də Hasib Tağıyevin. Var olun, diqqətinizə görə çox olun. Mədəni işimiz Öyrənqala, torpaq altında qalmış şəhər adlı seminarımız sona çatdı. İştirak edən hər kəsə təşəkkür edirik. Təşkilatlarla, dövlət dəstəyi agentliyi ilə, maliyyə dəstəyi ilə Öyrənqala torpaq altında qalmış şəhər layihəsinin gün təqdimat mərasimi gördüyünüzdə orada iştirak edək çox da olun, minnətdarım. Və layihənin tərkib hissəsi olaraq, demək 70 ədəd kitab, əvəzsiz olaraq, hədiyyə olaraq Beyləqan mərkəzləşdirilmiş kitabxana sisteminə həm indiki nəslin, həm gələcək nəslin maarifləndirilməsi üçün, gələcək nəslə çatdırılması üçün sizə təqdim olunur. Yəni, bu kitablardan, yəqin ki, sizdə kənd kitabxana sistemlərdə var, filiallarınız da var, orada da paylayacaqsınız, özünüzdə də saxlayasınız, inşallah. Nəsə bir söz deyərdiniz. Məlumat yazdı, qeyd olunmuş kitablara təşəkkür edirəm. Qədim tarixi yerlərimizi heç unutma olmaz, çünki bunlar bizim tariximizdir. Sizə təşəkkürümüzü bildirir ki, bu boyda yolda qənaət edib gəlmişsiniz. Çox sağ olun.
Biz də çox sevindik ki, gəldik, bu layihəni tamamladıq və Beyləqan cəmaatına, əhalisinə, gələn nəsillə sizlərə çatdırdıq. Uğurlar arzu edir işlərinizdə. Çox sağ olun. Çox sağ olun. Beyləqan kitabxanası da Respublikanın ən qabaqsız kitabxanalarından biridir. Sonra təzə rəhbər, kitablar,